Bakıda restoranın 4 nəfər əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb. Hadisə Binəqədi rayonunda yerləşən restoranlardan birində baş verib. Nəticədə 20 yaşlı Emil Quliyev, 18 yaşlı Əkbər Zeynalov, 27 yaşlı Cavidən Muradov, 19 yaşlı Eltac Əliyev elektrik cərəyanı vuraraq ölüb. Hazırda hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Müvafiq ekspertizalar təyin edilib, araşdırma aparılır. Hazırda əməkdaşımız Natiq Allahverdiyev bədbəxt hadisənin baş verdiyi ərazidədir və ən son məlumatları o bizə çatdıracaq. Salam Natiq, hər vaxtın xeyir olsun. Buyur, səni eşidirik. Salam Səbinə, bir daha xeyir edək ki, bu günlərin Binəqədi rayonunun ərazisində bədbəxt hadisə baş verib. Hadisə Binəqədi rayonunun ərazisində Binəqədi Xırdalan yolunun 4-cü kilometrliyində rayon ərazisində fəaliyyət göstərən otellərinin birinin qarşısında baş verib. Məlumata görə həmin bu otelin 4 nəfər əməkdaşı iş görmək məqsədi ilə gördüyünüz bu dəmir konstruksiyanı otelin içərisinə aparmaq istəyiblər. Elə bu zaman həmin bu gördüyünüz dəmir konstruksiyanın yuxarı hissəsi üstdən gedən yüksək gərginlikli elektrik naqilinə dəyib. Yüksək gərginlikli elektrik naqilində belə baş verən cərəyan zamanı həmin 4 nəfər gənc otelin əməkdaşı elə hadisə yerində dünyasını dəyişib. Dərhal hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları, qəzi tibbi yardım briqadasının əməkdaşları gəlib. Əfsuslar olsun ki, təəssüflər olsun ki, 4 gənc elə hadisə yerində dünyasını dəyişib. Baş prokurorluğun yaydığı məlumata görə faktla bağlı Cinayət Məcəlləsinin 162.3-cü əmək mühafizəsinin pozulması 2 və ya daha çox şəxsin ölümü ilə nəticələndikdə maddəsi ilə cinayət işi başlanılıb. Bir daha xatırlatmaq istəyirəm ki, hadisə zamanı dünyasını dəyişən şəxslər 1997-ci il təvəllüdlü Cavidən Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalovdur. Hal-hazırda həmin ərazidə hüquq mühafizə orqanının əməkdaşları işlər görür və hadisə yerinə dünyasını dəyişən şəxslərin yaxınları, qohumları gəlib. Hal-hazırda biz sizə hadisə yerindən çatdıra biləcəklərimiz bu qədər.